Salam hörmətli izləyicilər. Siz lektora baxırsınız. Azərbaycan Dövlət Neft Sənaye Universiteti olaraq uğurlu, parlaq, ambisiyalı gənclərimizi sizə tanıtmağa davam edirik. Bugün də universitetin UFAZ layihəsinin, eyni zamanda Böyük Britaniyanın Warwick Universiteti ilə birgə olan ikili diplom proqramının məzunlarından biri bizim qonağımız olacaq. Uğurlu məzunlarımızdan Elvin Rızayev qonağımızdır. Xoş gəlmisiniz Elvin. Xoş gördük. Siz Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən UFAZ-ın kimya mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almısınız. İstəyərdim bir qədər bu seçimin arxasında dayanan motivlərdən danışaq. Nəyə görə məhz UFAZ-ı seçmisiniz? İlk öncə təşəkkürümü bildirmək istəyirəm ki, məni bu podkasta dəvət eləmisiniz. UFAZ barəsində danışmazdan öncə ilk öncə 9-cu sinifə getmək istərdim. Çünki UFAZ-a qəbul olmağımın əsas təməli, əsas bünövrəsi 9-cu sinifdə qoyuldu. 9-cu sinifdən mən artıq öz qərarımı vermişdim. Necə oldu? Mən oturmuşdum və birdən UFAZ barəsində eşitdim, maraqlandım, araşdırdım və ikili diplom proqramı sözü ilə qarşılaşdım. Təbii ki, 9-cu sinifdə oxuyan və abituriyent olacaq bir tələbə üçün ikili diplom məsələsi çox da aydın bir şey deyildi. Çünki ümumiyyətlə diplom haqqında bir anlayışım yoxdur. Təbii ki, dostlarda, qohumlarda görürəm ki, diplom alırlar, xaricə gedirlər, gəlirlər. Amma mənim çox da belə anlayışım yox idi. Ümumi universitet anlayışından çox da belə bir anlayışım yox idi. Klassik məktəb tələbəsi idim, dərslərimə hazırlaşırdım və qiymətimi alırdım. Və etdim ki, mən universitet oxuyacamsa, 100% ki, burada oxuyacam. Orada qərarımı vermişdim. Nə qədər çətin olursa olsun, mən orada oxuyacam. Çünki yenə də müəyyən dostlar falan həmin universitetə daxil olmuşdu və çoxlu geri dönüşlər almışdım ki, Elvin çətindir, eləmə. Amma dedim ki, mən qorxmuram. Təbii ki, mənim üçün təhsil alacamsa, önəmlisi o idi ki, yaxşı bir yerdə alım. Qəti qorxum yox idi. Və deyə bilərəm ki, UFAZ-a daxil olmaq və orada təhsil almaq mənim üçün həyatda verdiyim ən düzgün qərarlardan biri olub. Mən UFAZ-a təkcə orada verilən təhsilə görə yox, həmçinin mənim üçün daha önəmlisi oradakı mühit idi. Mühit mənim üçün daha önəmlidir, təhsildən daha öncə gəlir. Çünki Game of Thrones-da Lord Baelish var idi. O deyirdi ki, the knowledge is power, bilik gücdür. Mənim üçün isə bilik gücdür, amma ondan əlavə environment, oradakı mühit gücdür. Mühit gücü niyə görə? Çünki orada əldə etdiyimiz tanışlıqlar, orada əldə etdiyimiz connectionlar, birlikdəliklər bizə gələcəkdə kömək eləyəcək ki, biz daha yaxşı yerlərə gedək. Və təbii ki, təhsil barəsində danışsaq da, UFAZ-da verilən təhsil, inanıram ki, reallıq budur ki, məncə Azərbaycandakı ən güclü təhsildir. Bunu açıq və rahat şəkildə deyə bilərəm. Oradakı professorlar, hansılar ki, Fransadan gəlirdi, bizim yerli professorlar, hansılar ki, xarici universitetlərdə təhsil olub, öz bilik və təcrübələrini, o xarici təhsil bazasını bizə çox gözəl şəkildə ötürməyə bacarmışdılar. Məşhur serialdan misal çəkdiniz, Taxtaca Oyunları serialına. Mənə maraqlıdır ki, UFAZ-da təhsil aldığınız mühit, o sosial mühit sizin hazırki korporativ, peşəkar həyatınıza o strateji incəlikləri bilmək baxımından nə qazandırıb? Çox gözəl sualdır bu da. Təbii ki, korporativ mühitə hazırlaşma prosesində biz nə düşünürük? Okey, bu məsələni elədim, bu tapşırığı elədim, qiymətimi aldım, gedim iş mühitində deyilim, elə deyil. Təbii ki, burada dediyiniz kimi müəyyən strateji məsələlər də ola bilir. Hər şey təkcə baza, texniki bilikdən ibarət deyil. Çox da önəmliləri var. Hətta ümumi faizlə götürsək, iş mühitində təbii ki, mühəndislikdən danışırıqsa, hardasa 10-20% önəmlidir bizim texniki baza biliklərimiz. Qalan 80% bizim orada qurduğumuz əlaqələrdən əlavə necə həmin əlaqələri qururuq və necə həmin əlaqələri davam etdiririk. Bunlar çox daha önəmlidir. Kommunikasiya bacarıqları, yumşaq bacarıqlar. Bəli, yumşaq bacarıqlar çox önəmlidir. UFAZ-da öyrədilirdi. UFAZ-da onsuz da bazı texniki bacarıqlar bizə çox gözəl şəkildə öyrədilmişdi. Hətta bayaq da dediyim kimi ən yüksək səviyyədə öyrədilmişdi. O barədə bir problem yox idi. Və mənim fikrimcə UFAZ tələbələrini digər tələbələrdən fərqləndirən əsas faktor odur ki, bizə yumşaq bacarıqlar çox gözəl şəkildə öyrədilirdi. Onsuz da UFAZ-a verilən texniki və baza bilikləri möhtəşəm səviyyədə idi. Yəni, intervyu prosesinə gedəndə
ilkin mərhələ adətən texniki səviyyələrin müqayisəsi olur. O barədə bizim qəti bir problemimiz yox idi. Ondan sonra gəlinən mərhələ bu yumşaq bacarıqların yoxlanılması və həmin korporativ və şirkət mühitinə uyğunluq barəsində olur intervyunun növbəti mərhələsi. Və maraqlısı budur ki, biz burada da problem yaşamırdıq. Çünki bizim həm ingilis dilində olan təhsilimiz bizə kömək etmişdi ki, biz 4 il ərzində ingiliscə səlis danışaq, rahat danışaq, öz fikirlərimizi rahat şəkildə ifadə eləyək. Həmçinin bütün bu korporativ mühitə uyğunlaşmaq üçün olan bizim dərslərimiz, müxtəlif seminarlar, universitetə cəlb olunan peşəkarlar tərəfindən bizə verilən leksiyalar, bizə verilən dərslər bizə çox kömək etmişdi ki, bu problemlərin üstəsindən çox rahatca gələk. Amma ən önəmlisi təbii ki, kağız üzərində bunları öyrənsək də, praktiki olaraq təbii ki, bunu iş yerində tətbiq eləmək bəzən çətin olur. Odur ki, zamanla, müəyyən zaman keçdikdən sonra bunun da üstəsindən gəlmək çox rahat şəkildə mümkündür. UFAS təhsilindən sonra magistratura səviyyəsində yenə universitetin digər bir ikili diplom proqramına müraciət elədiniz. Böyük Britaniyanın Warwick Universiteti ilə olan ikili diplom proqramı bərpa olunan enerji mənbələri üzrə. Ölkədə ən uğurlu olan layihələrdən birinin ilk məzunlarından biri oldunuz bu yaxınlarda. Bu seçimdən biraz danışaq. Ümumiyyətlə, bu proqrama qəbul prosesi necə aparılır? Çünki digər namizədlər üçün də maraqlı olar. Ona görə istəyərdim ondan danışasınız və bu 2 il necə keçdi? Çox gözəl sual. UFAS-ı bitirməyimə az qalmışdı. Artıq 4-cü kursun sonları idi. Və mən artıq magistratura seçimimi etməli idim. Təhsilimi harda davam elətdirmək istəyirəm. İngiltərənin 3 müxtəlif universitetindən mən qəbul almışdım və dövlət proqramı ilə artıq getməyi planlayırdım. Amma daha sonra sosial mediada, LinkedIn-də gəzərkən bir proqramla qarşılaşdım. Warwick və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında olan ikili diplom proqramı. Dedim ki, nə gözəl, silabusu araşdırdım, gördüm ki, bərpa oluna bilən enerji. Bizə UFAS-da həmişə deyilirdi ki, okey, biz neftdən, qazdan və s. istifadə edirik, amma gələcəyin potensialı, gələcəyin enerjisi, təbii ki, enerji sektorunda biz öz karyeramızı, öz planlarımızı davam elətdirmək istəyiriksə, bu çox vacibdir bizim üçün. O baxımdan düşündüm, hətta dostlarımızla bir yerdə bu proqrama müraciət etmişdik və hamımız da bir yerdə məzun olduq UFAS-dan. Biz ilk növbədə silabusu, dərs cədvəlini falan nəzərdən keçirdik. Gördük ki, bizə uyğundur. Bizə açığı İngiltərədə yay məktəbi fikri də çox cazib gəlmişdi. 40 gün biz orada yay məktəbində olduq. Və çox gözəl bir təcrübə idi bizim üçün. Biz orada təkcə dərslərə getmirdik, həmçinin İngiltərənin müxtəlif şəhərlərini gəzməyə şansımız oldu. Həmçinin orada praktiki olaraq biz İngiltərənin müxtəlif sənaye zavodlarına getdik və onları əyani şəkildə gördük. Qəbul prosesi çox rahat idi, çox aydın şəkildə bizi izah edilmişdi həmin vaxtı. Biz ilk öncə formu doldururduq və ondan sonra biz 1-2 dəqiqəlik özümüzü təqdim edəcəyimiz və motivasiyamızı qeyd edəcəyimiz bir video oraya yükləməli idi sistemə. Onu yüklədikdən sonra bizim ingilis dili sertifikatımız, beynəlxalq şəkildə tanınan IELTS sertifikatımızı oraya yükləməli idi. Bəli, onları təqdim edəndən sonra artıq universitetin seçim prosesi olur. Burada həm Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həm də Warwick Universiteti tərəfindən aparılan qiymətləndirmə nəticəsində uyğun tələbələr bu proqrama qəbul olur və bu möhtəşəm proqramın tələbələri olurlar. Siz artıq UFAS məzunu olduğunuza görə ikili diplom proqramı sisteminə sizin immunitetiniz belə deyə formalaşmışdı. Ona görə də bəlkə də sizə çətin gəlməyib. Bu 2 il uğurla başa vurmusunuz. O tədris müddətindən xaricdən professorların gəlməyi, dərs prosesi, eyni zamanda hamınızın çox sevdiyi yay məktəbində nə kimi fəaliyyətlər orada görmüsünüz? İstəyərdim bunlardan bir qədər daha ətraflı danışaq ki, bu yaxınlarda qəbul başlayacaq proqrama növbəti kohort üçün. Onlar üçün də bir növ məlumatlandırıcı olsun bizim görüşümüz. Əla, immunitet var idi, 100% var idi. Çünki ikili diplom proqramlarını Azərbaycanda götürsək, bəlkə də ən çətini UFAS-la olan ikili diplom proqramıdır. Çünki həqiqətən də bizim universitetdəki dərslərin sayı çox yorucu ola bilirdi. Yəni, gecə oyaq qalmaqda, imtahanlara hazırlaşmaqda, bütün bu proseslərdən hamımız bir yerdə keçmişik. Ona görə UFAS-a məzun olandan sonra bizim
ağlımızda belə bir fikir formalaşmışdı ki, fərqi yoxdur, hara olsa biz gedib oxuyarıq və oradan, yəni çox gözəl şəkildə oradan məzun olarıq. Yəni qəti bir qorxu yox idi. Onsuz da magistraturada bu müxtəlif ikili diplom proqramlarını müqayisə eləsək, təbii ki, İngiltərənin burada müxtəlif bir yanaşması var idi. Struktur tamamilə fərqli idi. UFAZ-da bizim çoxlu imtahanlarımız olurdusa, burada bizim research paper dediyimiz elmi araşdırma aparmalıydıq. Elmi araşdırmaların nəticəsinə görə biz qiymətləndirilirdik və əslində kifayət qədər vaxt verilirdi onları tamamlamağa. Ona görə çox da böyük bir problemlə qarşılaşmırdıq. Bu proqramın ən gözəl cəhətlərindən biri o oldu ki, biz UFAZ-da çox güclü texniki bazı formalaşdırsaq da, İngilis tədris sistemi bizə öyrətdi ki, sual verməyə öyrətdi. Hansı ki, research etməkdə və müxtəlif problemlərə cavab tapmaqda, cavab tapmasaq belə düzgün yolu tapmaqda çox kömək eləyir. Bunu etməyə bizə kömək etdi. Bu proqram bizə öyrətdi ki, müxtəlif bir işi görmək üçün, müxtəlif bir qabağımıza qoyulan tapşırığı etmək üçün bir olmaq lazımdır. Birliyə öyrətdi, komanda şəklində daha yaxşı işləməyi öyrətdi. Təbii ki, burada bizdə bunu yaxşı bacaran uşaqlar da var idi, bacarmayanlar da var idi. Amma proqramın nəticəsində biz gördük ki, hamı bir yerdə komanda şəklində çox gözəl işləməyi bacarır. Tapşırığın çətinliyindən asılı olmayaraq həmişə biz öz həllimizi tapırdıq və hər şeyin üstəsindən gəlirdik. Yay məktəbinə gələsi olsaq da, yay məktəbi təyyarə ilə qalxışdan və Bakıya qaydana qədərki vaxt həqiqətən də çox unudulmaz idi. Nə qədər davam edir bu müddət yay məktəbi? Bizim vaxtımızda 40 gün idi, amma müəyyən səbəblərdən dolayı düşünürəm ki, daha azdır indi, çünki daha sıxlaşdırılıb cədvəl. Şərtlərlə bağlı bu yaxınlarda məlumat veriləcək. Namizədlər müddəti biləcək. Siz 40 gün yay məktəbində oldunuz. Biz 40 gün yay məktəbində olduq. Təkcə texniki və praktiki olaraq biz biliklərimizi artırmadıq. Həmçinin çox gözəl vaxt keçirdik, həm professorlarla. Ümumi dünya görüşü, yeni bir baxış qazandınız əslində gənclər olaraq. Təbii ki, biz orada gəzərkən təkcə gedib praktiki olaraq müxtəlif sənaye komplekslərini görmürdük. Biz həmçinin muzeylərə gedirdik, biz həmçinin futbol maçına da getmək şansımız oldu. Universitet professorları ilə birgə. O da həqiqətən də çox unudulmaz və çox gözəl bir gün idi bizim hamımız üçün. Ümumiyyətlə fərqli istiqamətlərdə təcrübə qazanmısınız. Həm klassik mühəndis təhsili, həm də bərpa olunan enerji istiqaməti üzrə. Ümumiyyətlə məncə bu onun bir daha sübut eləyir ki, müasir dövrdə mühəndis üçün yalnız texniki bacarıqlar kifayət eləmir. Bəli, elədir. Bu barədə nə demək istərdim? Təbii ki, neçənci əsrdə yaşayırıq, 21-ci əsrin 26-cı ilində və biz texnologiyanın inkişafını götürsək və onu 2000-ci illə müqayisə etsək, görərik ki, arada çoxlu fərq var. Süni intellektin bizim həyatımıza gəlişi, onun süni intellektin artıq demək olar ki, kimdən soruşursa soruşaq, təkcə akademik həyatla bağlı yox, istənilən bir insan süni intellektdən xəbərdardır və ondan... Hər sahədə olan insan süni intellektdən fikir sahibidir, çünki hamının həyatında var artıq. Bəli, hamının həyatında müəyyən bir səbəb üçün var, hamı ondan istifadə edir. Yəni, belə bir dövrdə təbii ki, mühəndisliyin təkcə texniki bir sferaya fokuslandığını, limitləndiyini düşünmək düzgün olmaz. Biz təbii ki, mühəndis kimi, mühəndislik təbii ki, texniki bir bazadır, texniki biliklər çox önəmlidir, biz texniki şəkildə düşünməliyik. Qlobal problemlər çoxdur, həqiqətən də onları ciddi bir həll tapmaq lazımdır. Amma bunları təkcə biz mühəndis kimi düşünsək, bunları tətbiq eləmək bizim üçün heç asan olmayacaq. Biz texnologiyadan istifadə etməliyik. Biz texnologiyadan istifadə edə bilmək üçün biz öz ideyalarımızı sata bilməyə bacarmalıyıq. Bunun üçün də digər bayaq dediyimiz yumşaq bacarıqlar çox önəmlidir. Öz ideyalarımızı göstərmək üçün, innovativ ideyalar tərtib eləmək üçün texnologiya ilə günbəgün əlaqədə olmaq lazımdır. İnsanlarla əlaqədə olmaq lazımdır. Öyrənib öyrətmək lazımdır. Mühəndisliyin məncə gəldiyi çağ və gedəcəyi çağ hal-hazırda təkcə texniki biliklərə və texniki struktura limitli deyil. Təbii ki, burada artıq yumşaq biliklərin önəmi
və yeni texnoloji avadanlıqların, yeni texnoloji anlayışların mühəndisliyə tətbiqi də mühəndisliyin istifadə strukturunu kifayət qədər genişləndirir. Aha. UFAS və Warwick Universiteti ilə olan ikili diplom proqramları nəticəsində siz həm Fransanın təhsil sistemi, həm də Böyük Britaniyanın təhsil sisteminə ölkədən ayrılmadan müşahidə eləmək, içində olmaq şansı qazanmısınız. Bu sizə bilik və bacarıqlardan əlavə düşüncə tərzi baxımından nə qazandırıb? Düşüncə tərzi çox önəmlidir. Biz təbii ki, əslində Azərbaycan gəncinin gəldiyi nöqtə həqiqətən də məni çox sevindirir. Çünki düşünəsi olsaq, mənim fikrimcə, mənim inandığım reallıq budur ki, Azərbaycan gənci artıq özünü daha az limitləyir, daha böyük düşünür, daha innovativ düşünür. Bunu mən ətrafımdakı dostlarımdan, ətrafımdakı tələbələrdən və ünsiyyətdə olduğum tələbələrdən görə bilirəm ki, hər bir tələbənin demək olar ki, azı bir startup ideyası var. Həqiqətən də bu çox önəmlidir. Hamı texnologiyaya, hamı sənayeyə nəsə yeni bir ideya gətirməyə çalışır və bunu eşitmək həqiqətən də çox gözəldir. Bunun şahidi olmaq həqiqətən də çox gözəldir. Bunu ilhamlandırmaq, tələbələri ilhamlandırmaq çox vacibdir belə bir nöqtədə. UFAS təhsili və Warwick təhsili çox şey qatdı. Təbii ki, bu innovativ düşünməyə həqiqətən də bizə çox kömək etdi. Texniki bilik hər bir universitetdə verilir, amma əvvəldə də qeyd etdiyim kimi bu düşüncə tərzini bizə hər yer vermir və mən UFAS və Warwick tələbəsi olduğum üçün Azərbaycanda ola-ola bu iki təcrübəni qazandığım üçün çox şanslıyam ki, İlk növbədə bizə burada çox gözəl bir mühit verildi. Mühit təkcə bizim üçün əlaqə qurmaq, təkcə bizim üçün gözəl vaxt keçirməkdən ibarət deyildi. Bu mühit elə bir mühit idi ki, bizim üçün öyrənmək daha maraqlı və daha asan olurdu. Yəni biz müxtəlif çətinlikdə tapşırıqlarla və yaxud dərslərlə qarşılaşıb bilərdik. Amma bu mühitin verdiyi bizə rahatlıq və önəmlilik duyğusu nəticəsində biz bu problemlərin üstəsindən çox gözəl gələ bilirdi, çox rahat gələ bilirdi. Bu baxımdan sizə böyük bir üstünlük qazandırıb bu ikili diplom proqramları. Maraqlıdır ki, bərpa olunan enerji istiqaməti üzrə təhsil almaq sizin enerji sahəsi üzrə düşüncə tərzinizi hansı istiqaməti dəyişdirdi? Sizə nə kimi yeni biliklər qazandırdı? Çox gözəl sual. Zaman bir oxu kimi götürsək, İlk öncə dedim ki, mən universitetə hazırlaşırdım. Universitet barəsində çox da belə bir anlayışım yox idi. Universitetə girdim, artıq yeni bir mühitə düşdüm. Günü-gündən özümü inkişaf elətdirirdim və burada mənim sənaye barəsində bir fikrim yox idi. Və o fazı bitirdim, daha sonra BIP-də öz karyerimə başladım. Başladım artıq iş barəsində düşünürdüm. Orada proseslər necə gedir, korporativ mühit necədir, universitetlə fərqi nədir? Bunu anlamağa çalışırdım və bunu başa düşürdüm. Və paralel magistraturada artıq bərpa olunan enerji sahəsində təhsil almağa başladıqca gördüm ki, biz neft və qaz sənayesində işləməyimizə baxmayaraq, bizim gördüyümüz iş necə də önəmlidir. Niyə görə? Çox vaxt hamı düşünür ki, bu təhsilin bizə verdiyi biliklərlə biz müxtəlif külək turbinləri istehsal edə bilərik, onları öz ölkəmizə gətirə bilərik və yaxud günəş panellərindən istifadə edə bilərik və ancaq buna limitlənir bərpa oluna bilən enerji sahəsində verilən təhsil. Amma qətiyyən elə deyil. Biz mövcud olan bizim sənayedə, neft və qaz sənayesində və yaxud bizim müxtəlif sənayələr var. Avtomobil istehsalı var bizdə. Daha sonra sement istehsalı var. Biz müxtəlif sənayelərdə buradakı biliklərimizi tətbiq edib karbon emissiyalarını azalda bilərik. Bu da bizim mövcud sənayedə karbon qazının atmosferə buraxılmasının qarşısını alır. Təbii ki, mən orada başa düşdüm ki, bizim təhsil təkcə küləyə və günəşə limitli deyil. Biz həmçinin əlimizdə olanı daha da yaxşılaşdıra bilərik, daha da optimallaşdıra bilərik və bu təhsili alandan sonra mən təkcə öz iş yerimdə yox, həmçinin öz ideyalarımı da inkişaf elətdirməyə başladım və ölkəmizdə çox gözəl proqramlar var, onlara qoşulub. İmkanların fərqinə vardınız bir növ. Bəli, imkanlar çoxdur, həqiqətən də çoxdur. Yəni, burada verilən bizə təhsilin, bizim oradan götürdüklərimizin təkcə Azərbaycan üçün yox, həmçinin dünya iqtisadiyyatı və enerji istehsalı üçün nə qədər önəmli olduğunun fərqinə vardım.
Bakalavr təhsilinizi başa vurandan sonra fasilə vermədən magistratura təhsilindən başlamısınız, eyni zamanda karyeranıza başlamısınız. Bu çox da asan bir psixoloji mərhələ deyil bir gənc üçün. Çox gənc yaşda hər iki yükü daşımağı öhdənizə götürmüsünüz. Warwick Universiteti ilə olan ikili diplom proqramında təhsil almaq istəyən namizədlər arasında bir çox artıq sizin kimi karyerasına başlamış gənclər olacaq. Onlara nə məsləhət görərdiniz? Bu prosesi necə tənzimləsinlər və dərs saatları da onların iş prosesinə mane olmayacaq şəkildə əslində dərs cədvəli qurulur. Amma buna rəğmən asan deyil. Yəni iki universitetdə eyni anda təhsil alırsınız və işləyirsiniz. Bəli, birincisi tələbələrə onu demək istərdim ki, qəti qorxmayın. Qorxulası bir şey yoxdur. Təkcə mən deyildim, mənim kimi çoxlu tələbələr, qrup yoldaşlarım var idi ki, bu prosesdən eyni tərzdə biz keçdik. Həm praktiki bilik qazanırdıq işləməyimiz nəticəsində, həm öz karyeramızı formalaşdırırdıq, həm də burada çox gözəl bir təhsil alırdıq. Təbii ki, bunu burada rahat şəkildə demək, o demək deyil ki, bu proses çox asan idi, qəti asan deyildi. Mən BP-də neft platformasında həmin vaxtda işləyirdim və 14 gün orada qalırdım. Assignmentlarımı, öz tapşırıqlarımı bəzən orada yazası olurdum, orada yazmaq məcburiyyətində qalırdım. Çünki faktiki olaraq mən quruya gələ bilməzdim həmin vaxtı. Cədvəl barəsində narahat olmasınlar, cədvəl elə tərtib olunur ki, düşünmürəm ki, bir problem yaransın. Yəni siz dənizdə işləsəniz belə, dərslərə gəlib, bunların öhdəsindən gəlmək mümkündür. Əsas burada məsələ zamanın düzgün idarə edilməsidir. Zamanın düzgün idarə edilməsindən də daha vacibi var. Stresin idarə edilməsi. Çünki biz bunu düzgün şəkildə idarə etməsək, nə uğurlu bir şəkildə məzun ola bilərik, nə də ki, işdəki öz öhdəliklərimizi düzgün şəkildə yerinə yetirə bilərik. Birinci məsləhət görərdim ki, onu düzgün idarə etməyi öyrənsinlər. Əgər müəyyən çətinlikləri varsa, təbii ki, mənimlə və yaxud qrup yoldaşlarımla hər zaman əlaqə saxlaya bilərlər. Yəni, bütün sosial medialardan biz buna açığıq. Təbii ki, növbəti kohortun tələbələrinə və yaxud bu proqramda təhsil almaq istəyən tələbələrə hər zaman kömək etməyə biz hazırıq. Hər zaman öz məsləhətlərimizi verməyə hazırıq. Amma ümumi olaraq götürsək, stresin idarə edilməsi və zamanın idarə edilməsi həqiqətən də çox vacibdir. Böyük bir çətin dövrü başa vurmusunuz, uğurlar və bir neçə böyük şirkətdə çalışmısınız, həm sənayedə çalışmısınız, həm sahədə çalışmısınız. Bunların korporativ ofis mühitindən və universitetin o parta arxasında olan mühitindən fərqli cəhətləri nədir bir mühəndis olaraq? Gözəl. Necə oldu? Universitetlərdə oxumaqdır, parta arxasında oturmaqdır. Bunlar universitetdə oxuyan vaxtı, illa da ki, UFAZ-da oxuyan vaxtı çox çətin gəlir adama. İnsan deyir ki, tez bitsin, tez bitsin, tez bitsin. Təhsil çox inanılmazdır, nömrə birdir, amma həqiqətən də bir nöqtədə adam yorulur. Amma axırda məzun olandan sonra adam çox sevinir ki, yaxşı ki, bu proseslərdən keçdim. Həqiqətən də insanı çox kömək edir, həqiqətən də insanı çox inkişaf etdirir. Fərqinə gəldikdə isə məndə necə oldu? Dərslərimi çox yaxşı oxuyurdum. İmtahanlardan çox gözəl nəticələrlə keçirdim. Universitetdə çox yüksək bir nəticə ilə başa vurdum. Və BP-yə daxil olandan sonra mənə dedilər ki, Elvin, sənin ilk iş yerin Xəzər dənizində olacaq. Dedim ki, okey, gedərəm. Oradakı məsələləri də eləməyə davam eləyərəm. Yəqin ki, elə olur. Getdim, məni qoydular helikopterlə platformanın ortasına və gördüm ki, o deyildi. Yəni, vəziyyət tamamilə fərqlidir. Yəni, əlaqəsi yoxdur. Part arxası daha rahat imiş. Part arxası 100% rahat imiş. Orada, yəni biz masa arxasında oturub müəyyən riskləri analiz ediriksə, həmin risklə üzbəüz olmaq, borudan axan yüksək təzyiqli neftin qarşısında öz stresimizi idarə edib düzgün qərar verə bilmə bacarığının formalaşması prosesi həqiqətən də çox yorucu olur. Adam görür ki, yəni hər şey kağız üstündə deyil, əsl iş oradadır. Yəni əsas fərq bundaydı və düşünürəm ki, təbii ki, bir tələbə universitetdən çıxıb ora gedirsə, yəni müqayisədə 100% ki, universitet daha rahat olur. Təbii ki, tələbənin xüsusi bir problemi yoxdursa universitetlə. Korporativ mühitin bəs offshore-la fərqi əsas nə idi? Korporativ mühit təbii ki, daha rahatdır. Daha
daha rahatdır. Yəni verilən tapşırıqları daha az risk şəraitində etmək mümkündür. Çünki dənizdə həqiqətən də risk böyükdür. Daha çox daha məsuliyyətli bir işlə məşğul olur oradakı insanlar, neftçilər və onların gördüyü işə həqiqətən də böyük bir rəğbət hissi var mənim içimdə. Çünki həqiqətən də onların gördüyü işi görmüşəm və onlarla bir yerdə olmuşam. Həqiqətən də çox önəmlidir bizim üçün. Korporativ mühit isə yenə dediyim kimi daha rahatdır, amma hərəsində təbii ki öz çətinlikləri var. Hər ikisində çox böyük çətinlikləri var, amma yəni müqayisə eləsə olsa universitet çox daha rahatdır. Amma o universitetdə qazandığınız biliklər sizə kömək eləyir ki, bütün o çətin durumlarda baş çıxartmağı təbii ki 100% bacarasınız. Bəli. Hazırda süni intellekt sahəsinə bir qədər yönəlmisiniz peşəkar fəaliyyətinizdə. Bəli. Bunun səbəbi nədir? Trendlərlə ayaqlaşmaq, yoxsa arxasında həqiqətən daha başqa peşəkar motivlər var? Çox gözəl sual. Trendə uyğunlaşmaq dediniz. Məncə insan hər zaman təbii ki inkişaf etmək istəyiriksə, təbii ki müəyyən bir məqsədlərimiz varsa, hər zaman çalışmalıyıq ki, yeni şeyləri öyrənək, həyatımıza daxil olan texnologiyaları öyrənək və həqiqətən də trendin bir parçası olaq. Bu çox önəmlidir. Çünki belə bir zamanda biz süni intellektlə iç-içə olmasaq, onun bizə verdiyi üstünlüklərdən istifadə edə bilməsək, həqiqətən də öz xəyallarımıza çatma yolunda çox şey itirərik. Süni intellektin ümumiyyətlə bizə verdiyi ilk üstünlük təbii ki zamandır. Biz çox uzun zaman sərf edib bir şey tapırdıqsa, bir şeyi araşdırmağa çox uzun vaxtımız gedirdiksə, indi bunu saniyələr, dəqiqələr içində etmək mümkündür. Təbii ki bu bizə ən vacib resursumuzdan düzgün istifadə etməyə kömək edir, hansı ki zamandır. Zamanımızdan düzgün şəkildə istifadə edib həmin bizə verilən texnologiyadan düzgün istifadə etməklə işlərimizi çox daha rahat şəkildə görə bilərik. Mənim motivasiyam bəs nədir? Süni intellekt mühəndisliyinə keçidlə bağlı. Neft-qaz sənayesi təbii ki çox maraqlıdır. 4 il ərzində mən kimya mühəndisliyi üzrə təhsil almışam. Həmin sənayedə işləmişəm, korporativ tərəfində, həm də ki platforma sənaye tərəfində. Mənim üçün çox maraqlı idi. Amma mən fikirləşdim ki, öz ideyalarımı daha kreativ şəkildə göstərə biləcəyim, öz ideyalarımı daha da digitallaşdıracağım bir istiqamət istəyirəm və bunun süni intellekt mühəndisliyi olduğunu düşündüm. Hal-hazırda öyrənmə mərhələsindəyəm, öyrənirəm, müxtəlif proyektləri tətbiq edirəm, müxtəlif ideyalarımız var, startup ideyalarımız var. Düşünürəm ki, müxtəlif proyektlərimiz irəliki zamanlarda gün üzünə çıxacaq və bizdə həm süni intellekt mühəndisliyinin, həm də bərpa oluna bilən enerjinin inteqrasiyası nəticəsində çox gözəl işlər görmüş olacağıq. Uğurlar sizə. Bir qədər o planlarınızı konkret eşitmək istəyərdik. Süni intellekt, bərpa olunan enerji birlikdə növbəti 5 il üçün həm karyeranızda, həm bu planlaşdırdığınız layihələr nələrdən ibarətdir? Karyeranızda nə kimi planlarınız var? Çox gözəl sualdır. Təbii ki, bərpa olunan enerji üzrə təhsil almağımız bizim təsadüfi deyil. Biz bu təhsili aldıq, çünki bizim bir məqsədimiz var idi. Biz bu təhsili aldıq, çünki həqiqətən də təkcə ölkə sənayesinə deyil, dünyaya bir şey qatmaq istəyirik. Biz innovativ gəncləri, buna görə biz bu təhsili almışıq. İndi isə bunu tətbiq etmə mərhələsindəyik. Biz çox gözəl bazı biliklər əldə etdik. Biz çox gözəl əlaqələr yaratdıq. İndi isə onları bir praktikaya qoymaq mərhələsindəyik. Hansı ki, Azərbaycan Respublikasının COP29-a da COP29 keçirildi Azərbaycanda. Sahiblik elədi Azərbaycan. Bəli, sahiblik elədi Azərbaycan və deyə bilərəm ki, bunun sahibliyi də çox şeydən xəbər verir ki, Azərbaycan həqiqətən də nə qədər önəm verir belə proyektlərin daha da çoxalmasına, daha da çox tətbiq olunmasına çox önəm verir və Azərbaycan Respublikası Enerji Nazirliyi çox açıqdır belə fikirlərin, belə ideyaların tətbiq olunmasına. İdeyaları dinləyirlər və həqiqətən də əgər uğurludursa, onları investisiya mərhələsidir falan, bunlardan rahatlıqla keçmək mümkündür.
Mənim və bizim komandanın düşüncəsi nədir? Təbii ki, biz gedib öz bilik və bacarıqlarımızı sənayedə tətbiq edə bilərik. Təbii ki, ölkəmizdə iş imkanları çox olacaq bərpa oluna bilən enerji sayəsində. Çünki müxtəlif şirkətlər gəlir, Mastar olsun və yaxud digər şirkətlər olsun, BIPin öz proyektləri var Azərbaycanda, Cəbrayılda. Amma bizim düşüncəmiz öz proyektimizi qurmaqdır, öz bacarıqlarımızı orada nümayiş etdirməkdir. Süni intellektlə inteqrasiyası barəsində də biraz danışım. Niyə görə önəmlidir? Çünki hal-hazırda biz istənilən bir startup ideyası veririksə, burada süni intellektdən istifadə etməmək biraz həmin startup ideyasını biraz zəif göstərir. Çünki istənilən bir startup olsun, bu yaxınlarda görmüşdüm sosial şəbəkədə. Bakı metropolitenində bir startup proqramı təşkil olunmuşdu. Orada belə tələbələr süni intellektdən istifadə edirdilər və yaxud Netflix sənayesində olsun, təbii ki, bundan istifadə etmək mümkündür. Ağlınıza gələn istənilən bir sahədə, istənilən bir mühəndisliyin, istənilən bir sahədə, təbii ki, bu, yəni hətta hüquqşünaslıqda belə istifadə etmək olar süni intellektdən, təbii ki, müəyyən platformaların qurulmasında və onların optimizasiyasında. Bu mümkündür. Süni intellektlə bərpa oluna bilən enerjinin inteqrasiyası isə sırf innovativ düşünməyə dayanıb. Trendlə uyğunlaşmaq lazımdır. Amma trenddən qabaq elə etməliyik ki, o bizə faydalı olsun. Əsas nöqtə budur. Yəni faydalı olmasına görə belə bir şey, belə bir ideyamız var. Təbii ki, bu arada. Uğurlar layihələrinizdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olaraq həm tələbələrin, həm də məzunların startaplarına, uğurlu layihələrinə doğrudan da çox sevinirik. Elə bu həftədə Ümumdünya Şəhərsalma Forumunda universitet stendlə orada iştirak edir və universitetin 2 tələbəsi öz startapını nümayiş elətdirir gələn qonaqlara. Artıq tələbə yaşlarda, nəinki məzun tələbə yaşlardan gənclər üçün universitetdə müəyyən imkanlar yaradılır ki, öz ideyalarını reallaşdırsınlar, startapa çevirsinlər, öz şirkətlərini yaratsınlar. Çox önəmlidir. Bir çox gəncin xəyalı da budur. Bəli, təbii ki. Sizə uğurlar arzuluruq. Təşəkkürlər, minnətdaram. Bizi izləyən gənclər arasında həm UFAZ-da, həm Warwick Universiteti ilə ikili diplom layihəsində təhsil almaq istəyən bir çox potensial namizədlər var. Ümumiyyətlə onlara, digər gənclərə bugünkü lektorumuz olaraq nə məsləhət görərdiniz? Həqiqətən də ilk növbədə demək istəyirəm ki, həqiqətən də qarşılarında belə bir imkan varsa, istər bakalavrda, istər magistrda, UFAZ-da oxumaq imkanı varsa, ilk öncə bunu dəyərləndirsinlər. Təbii ki, daha ilk öncə etməkli olduqları şey öz prioritetlərini dəqiqləşdirməkdir. Çünki açıq danışacağım, ikili diplom proqramında oxumaq asan bir proses deyil. Təbii ki, burada müxtəlif tələbələr ola bilər, asan bir universitet həyatı arzulayırlar və yaxud məqsədləri biraz fərqlidir. Sözüm onları deyil, sözüm daha innovativ, daha gələcək yönümlü düşünən tələbələrdir, hansılar ki, UFAZ-da və yaxud Warwick-də təhsil almaq istəyirlər bizim bu ikili diplom proqramında. Böyük hədəfi olan gənclər. Böyük hədəfi olan gənclər. Əgər onlar istəyirlərsə qorxmasınlar, bunların hamısının öhdəsindən gəlmək mümkündür. Amma təbii ki, təhsil önəmlidir. Təhsildən daha önəmli olan bir-birini öyrətməkdir, daimi olaraq öyrənməkdir, müxtəlif imkanlar üzərində işləməkdir. Bunların hamısını edə bilmə bacarığını universitet öyrədəcək. Sadəcə olaraq onu düzgün şəkildə digər tələbələrlə bölüşmək lazımdır, düzgün şəkildə həyata keçirmək lazımdır. Təbii ki, ilk və ən önəmli olan şey odur ki, qorxmasınlar. Çox sağ olun bugün qonağımız olduğunuz üçün və öz təcrübənizi bizlə bölüşdüyünüz üçün. Buyurun, şad oldum. Çox sağ olun Elvin. Bugünkü söhbətimiz bir daha onu göstərdi ki, mühəndis yalnız texniki biliklərə malik olmaqla kifayətlənə bilməz. Müasir dövrdə mühəndisin yumuşaq bacarıqları, adaptasiya bacarıqları, müxtəlif durumlarda necə baş çıxara bilmə bacarıqları həddən artıq böyük önəm daşıyır. Böyük məqsədlərə gedən yolun təməlini bəzən çox kiçik yaşlardan, elə məktəb yaşlarından qoymaq lazımdır ki, gələcəkdə uğur qazana biləsən. Cəsarəti, bacarığı, ambisiyası, çalışqanlığı olan heç bir gənc uğursuzluğa düçar ola bilməz. Növbəti buraxılışlarımızla qarşınızda olacağıq. Hələlik.